Salam əziz şagirdlər, bugün dərsimiz metal və hidrogen rabitəsidir. Metal rabitəsi nədir? Birinci ona baxaq. Metal rabitəsi sərbəst elektronların metal ionları ilə əmələ gətirdiyi rabitə metal rabitəsi olasıdır. Bildiyimiz kimi metallarda xarici təbəqələrində elektronlar olurlar. Bu elektronlar nüvə tərəfindən zəif cəzb olunurlar. Cəzb olunub zəif olduqları üçün rahatlıqla qopa bilirlər. Yəni bunlar müəyyən qədər sərbəstdir. Sərbəst olduqları üçün atomla qopan zaman atom müsbət yüklənir. Yəni bu elektronların da bu ionlarla əmələ gətirdiyi rabitəyə metal rabitəsi adlandırasıyıq. Metal rabitəsinə metallarda qarşımıza çıxasıdır. Bir də ərintilərdə metal rabitəsi olasıdır. Metal rabitəsinin əmələ gətirdiyi bəzi xüsusiyyətlər var. Məsələn, bu rabitə sayəsində metallar bərkdirlər. Sadəcə civədən başqa digər bütün metallar bərkdirlər. Plastikdirlər, döyülə bilirlər, yaslana bilirlər, istənilən formaya salmaq mümkündür. Metal parıltısına malikdirlər, elektriyi və istiliyi yaxşı keçirirlər. Metal rabitəsindən bu qədər. İndi keçək hidrogen rabitəsi. Hidrogen rabitəsi yeni birləşmələrə əmələ gətirmədiyi üçün bunu kimyəvi rabitənin bir növ kimi yazılmır. Ancaq belə bir rabitə var. Hidrogen rabitəsi hidrogen elementinin atomunun qüvvətli elektromenfiliyi olan flor, oksigen, azotla əmələ gətirdiyi rabitəyə biz hidrogen rabitəsi deyirik. Hidrogen rabitəsi olası da amoniakda, suda, fluoriddə, spirtlərdə, üzvü turşularda, karbon turşularında hidrogen rabitəsini görmək mümkündür. Hidrogen rabitəsinin baxın, suyun molekulu əslində bizim hansı tərkibi məlumdur, hidrogen və oksigen. Ancaq neçə dənə olduğunu müəyyənləşdirmək mümkün deyil. N-in yerində 1 də ola bilər, 2 də ola bilər, 3 də ola bilər. Fərqi yoxdur. Yəni bunun 1, 2, 3 olması onu göstərir ki, bunlar arasında hidrogen rabitə molekullar arasında olan bir rabitədir. Hidrogen rabitəsi molekullar arasında olan rabitə olduğunu göstərir. Burada N-in olmağı. Məsələn, baxırıq ki, oksigenlə hidrogen arasında polyar kovalent rabitə var. Baxın, ancaq bu nöqtəli olanlar isə hidrogen rabitəsi olasıdır. Baxın, hidrogenlə flor arasında olan bu rabitə polyar kovalent rabitə olasıdır. Ancaq nöqtəli olan bu hissə isə hidrogen rabitəsi adlanasıdır. Hidrogen rabitəsi molekullar arası olan rabitə adlanır. Biz dedik, hidrogen rabitəsi zəif rabitə olmasına baxmayaraq molekullar arası qarşılıqlı təsiri çox qüvvətlidir. Xassələrində də bunu görmək mümkündür. Əgər biz birləşmələrimiz bərk haldan qaz hala keçdiyi zaman bu hidrogen rabitəsi qırılasıdır. Maye halından qaz halına keçdiyi zaman yenə hidrogen rabitəsi qırılasıdır. Ancaq əksinə proseslər olduğu zaman qazdan mayeye, mayədən bərkə keçdiyi zaman isə hidrogen rabitəsi yenidən əmələ gələsidir. Başqa bir xassəsi vardır ki, hidrogen rabitəsinin qaynama və ərimə temperaturu yüksək olur hidrogen rabitəsi olan birləşmələrdə. Məsələn, baxaq 6A yarımqrup elementlərinə, oksigen və kükürdə. Oksigen və kükürd 6A yarımqrup elementlərdir. Oksigenin hidrogenlə birləşməsinin hidrogen rabitəsi var, ancaq sulfidin, kükürdün hidrogenlə birləşməsinin hidrogen rabitəsi yoxdur. Ona görə hidrogen maye halındadır, sulfid isə qaz halında olasıdır. Həmçinin suyun qaynama temperaturu, sıxlığı sulfidinkindən daha böyük olasıdır. Bu da hidrogen və metal rabitəmiz. İnşallah sizin üçün faydalı olmuşdur.